мой вам совет: не тяните, не затягивайте свои болячки. Приходите вовремя, чтобы не было вот так осложнений, как у меня. Salam, bugün 15 aprel 2026 yıl. Pasiyentimiz Yevgeniya Nikolayevna Komar, metropoliten işçisidir. 64 təvəllüddür. Baxın, burada 4-cü tip yatal herniyası var. Çox böyük yırtıqdır, gördüyümüz kimi. Xəstəmiz mədə qıcqırması və digər diskomfortlarla müraciət edib. Buradakı yırtığın böyüklüyünə baxaq nə qədərdir? 3-6 santimetrin, 3-6, 9 santimetrə böyük hiatus var və mədənin fundal hissəsi arxa mediastinumdadır. Təbii ki, burada da yemək yeyəndə, mədə şişəndə buradakı pulmonar veni sıxaraq digər boğulma hissiyatı və s. törədə bilir. Bu xəstəmizi hal-hazırda Nissen fundiplikasiyası üçün mobilizasiya edəcək və setka, yəni meş tikəcək bura. Meş, mütləq burada meş olmalı, çünki burada böyük gərginlik var. Əməliyyat gedişatını göstərəcəm. Davam edək. Меня зовут Евгения Николаевна, фамилия моя Комар, 64-го года рождения, мне 61 год полных, уроженка города Баку. Я работаю в бакинском метрополитене. Я уже долгое время жаловалась на изжогу, на тяжесть после еды, но пришлось обратиться за помощью к врачам. Ну и вот по ихнему рекомендации, да, я пришла в больницу на операцию, чтобы избавиться от этой изжоги, избавиться от этой тяжести, чтобы чувствовать себя lучше. Əməliyyatın növbəti mərhələsini tamamladıq. Yəni tamamilə qida borsunu bu şəkildə 360 mobilizasiya eləmişik. 360 mobilizasiya 4-cü tiplər üçün xüsusilə əhəmiyyətlidir. Baxın, indi buraxaq qida borsunu. Gördüyümüz kimi artıq mədə düşdü aşağı, qida borsu yuxarı qalxır. Bu residivin qarşısını almaq üçün çox əhəmiyyətlidir. Artıq aşağıdadır qida borsu. Sinirlərimiz buradadır. Sağ, sol sinir, hər ikisi yerindədir. Yırtığımızın da böyüklüyünü görürsə, hiatusun böyüklüyünü görürsünüz. Rosetka tikəcək. Yevgeniya Nikolayevnanın əməliyyatını tamamladıq. Baxın, görün nəyi göstərirəm. Budur. 360 mobilizasiyalı qida borsunu görürsünüz. Azan sinirləri görürsünüz. Burada setkamızı görürsünüz. Üzərini pi toxumasından örtmüşük. Setkanın qida borsuna mənfi təsirlərini tamamilə aradan qaldırır. Yəni, qida borsu eroziyası tamamilə qarşısı alınmış olur. 360 dərəcə muftanı görürsünüz. Nissen fundiplikasiyası. Sol yanaşımdan da gördüyünüz kimi möhtəşəm. Burada da setkanın üzərini pi toxumasından örtmüşük. Keçiricilik kifayət qədərdir. Bununla da əməliyyatımız tamamlandı. Oldu, sağ olun. Сейчас уже лучше себя чувствую. Сейчас, немножечко боли есть, но это не столько страшно, сколько у меня было перед операцией. Сейчас, дай бог, чтобы у меня это вообще все закончилось. Спасибо большое врачам за то, что они со мной так нянчились, за то, что они так, уважительно относились ко мне. Сейчас уже хорошо, уже жду выписку домой.